Bugün yenə bizə doğma əziz Naxçıvanımızdayıq. Hər gəldiyimdə burada birinci növbədə Naxçıvan Dövlət Universiteti mənim xəyallarımda olur. Hər zaman yaşayıram bu sevgini. Hörmətli Elbrus müəllimə sevgilərimi, hörmətlərimi diləyirəm. Çünki doğrudan da bir müəssisənin rəhbəri gözəl olanda orada iş prosesi də, təhsil də, kollektivçilik, hər bir şey, səmimiyyət, hörmət, mədəniyyət yüksək olur. Ona görə də mən Elbrus müəllimə buradan həqiqətən də öz təşəkkürümü bildirirəm ki, həm də bizim bu festival çərçivəsində gəlişimizdə bizim bu qarşılanmamız, qayğı, hörmət, sevgi, bunlar danılmazdır. Bugün də gördüyünüz kimi yenə Naxçıvan Dövlət Universitetində Azərbaycan Həmkarlar Konfederasiyası tərəfindən təşkil olunan istedadların seçim turundayıq. Naxçıvan Dövlət Universitetinin səhnəsini məhz istedadlar bəzəyir. Özü də gördüyünüz kimi necə gözəl hazırlıq prosesi, necə məsuliyyətlə, böyük musiqimizə, mədəniyyətimizə olan sevgi ilə hazırlaşıblar. Təbii ki, bunlar qeyri-peşəkardırlar. Hamısı başqa-başqa fakültənin tələbələri olmağına rağmen onların daxilindən gələn o istedadı üzə çıxartmaq elə bizim məqsədimiz də və onların içində bugün də çox gözəl istedadlar kəşf elədik və konsertin açılışında isə Elbrus müəllimin öz iştirakı bizimlə həm bir gözəl, kiçik bir konsert proqramı bizə təqdim etməkləri, o da bizə olan sevgidən, hörmətdən, diqqətdən irəli gəlir. Mən onu da yüksək dəyərləndirirəm. Həm işimizi sevərək, həm Naxçıvanı, həm də sizin bu universiteti, Elbrus müəllimə olan hörmətimiz, bu hamısı bir-birini tamamlayır. Ona görə də bugün şadıq, xoşbəxtik sizin universitetdə, Naxçıvan Dövlət Universitetində və Naxçıvanda olduğumuz üçün çox şadıq, çox məmnunuq və bugün də qəşəng seçimlər. Önəmli olan odur ki, mənim sahəm xalq mahnıları, muğamdır. Mən gözəl bir ifalar buradan seçdim. Bir çox iştirakçılarımız var. Rəqslər gözəl, aşıq musiqiləri gözəl, bədii qiraətlər gözəl. Hamısı bir-birindən gözəldir. Mən sizə uğurlar arzulayıram. Böyük zəhmət var burada. Elmlə, təhsillə davamlı olaraq, bərabər olaraq mədəniyyətimizə olan sevgi bugün Naxçıvan Dövlət Universitetində öz əksini tapır.